Salam əziz dostlar. Təşəhhüdün mənasını inşallah sizin xidmətinizə təqdim eləmək istəyirəm. Təşəhhüd başlayır. Elhamdülillah. Müstəhəbdir bunu deyəsən. Elhamdülillah. Həmd Allaha məxsusdur. Əşhədu. Şəhadət verirəm, şahidlik edirəm ki, Əllə iləhə illallah. Əşhədu əllə iləhə illallah. Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. İlah yəni məbud tanrı. Lə iləhə, məbud yoxdur illallah. Allahdan başqa. Allahdan başqa ibadətə layiq bir varlıq yoxdur. Və əşhədu və şəhadət verirəm ki, ənnə həqiqətən Muhammed sallallahu aleyhi və alihi və səlləm abduhu və rasuluh. Onun bəndəsi və onun rəsuludur. Allahümmə, ey Allahım, salli alə Muhammedin və ali Muhammed. Muhammed və onun ailəsinə xeyir, bərəkət, salat və salamat göndər. Sonra salamları deyirik. Əssəlamu aleykə. Salam olsun sənə. Əyyuhən nəbiyyü, ey Peyğəmbər. Və rəhmətullahi və bərəkatuh. Allahın rəhməti və bərəkəti. Əssəlamu aleynə. Salam olsun bizə. Aleynə, nə biz? Aleynə. Və alə ibadillahi salihin. Və Allahın salih bəndələrinə. İbadillah, Allahın bəndələrinə. Salih, axırda da salih. Əssəlamu aleykum və sizlərə salam olsun, sizə salam olsun. Və rəhmətullahi və bərəkatuh. Allahın rəhməti və bərəkəti də sizə olsun. Bu da salamlar. Növbəti 3-cü, 4-cü rükətlərin isə bu 2 rükətli namazın tərcüməsi idi. 3-cü, 4-cü rükətlərdə isə qiyamda nə deyəcəyik, onlar da inşallah gələn videolarda sizə təqdim edəcəyik. Sağ olun.